Salam, hörmətli abituriyentlər və müəllimlər. Biz bugün 13 aprel 2025-ci ildə 9-cu siniflərin ingilis dili üzərindən verdiyi buraxılış imtahan suallarını baxırıq, müzakirə edirik. Deməli, 5-ci sualdan başlayırıq. 1-dən 4-ə qədər listening idi. Bu yeni modelə uyğun test tapşırıqları. Başlayaq. Deməli, read short text from 5 to 7 and choose the correct statement. 5-dən 7-yə qədər olan tekstləri, mətnləri oxuyub və suallara cavab veririk. Cümlələri tapırıq. 5-ciyə baxaq. Join our summer camp for kids today. Elə bugün bizim uşaqlar üçün olan yay kampına, yay düşərgəsinə qoşulun. We have fun games, arts and competitions. Bizdə əyləncəli oyunlar, müxtəlif incəsənət oyunları və yarışlar var. You can also make new friends here. Həmçinin siz burada yeni dostlar qazana bilərsiniz. There will be a special discount for the second child of the same family. Bir ailədən gələn iki uşaq üçün ya da ikinci uşaq üçün xüsusi endirim də olacaq. It is the last day for signing up. Qeydiyyatdan keçmək üçün bu sonuncu gündür. Deməli, baxırıq görək, burada bizdən nə soruşurlar, yəni mətn nə haqqındadır. A bəndində, discount is for all kids who can participate in the camp. Deyir ki, kampda iştirak edən bütün uşaqlar üçün idi bu endirim. Yox, belə deyildi. Orada deyir ki, bir ailədən gələn ikinci uşağa. Only one child from family is allowed to attend the camp. Hər ailədən yalnız bir uşağa icazə verirlər kampda. Yox, orada ikinci uşağa endirim var idi. Bu da deyil. 3də C bəndində. The camp provides children with different activities. Bəli, düşərgədə şagirdlərə müxtəlif əyləncəli necə deyirlər, aktivitelər təklif olunur, təmin olunur uşaqlar. Bu olacaq yəqin ki. D-yə baxaq. Signing up for the camp will last till the end of the next week. Qeydiyyat gələn həftənin axırına qədər davam eləyəcək. Düşərgə qeydiyyatı yox, deyir bu sonuncu gündür. The second child of family can attend the camp for free. Yox, bir ailədən gələn ikinci uşaq pulsuz deyildi, onun üçün special discount var idi. Xüsusi endirim var idi. Deməli, 5-də düzgün cavab görürük ki, C bəndidir. 6-ya baxırıq. Yəni, bu tip testləri eləmək üçün sizin çoxlu söz ehtiyatınız olmalıdır. Sözləri bildikdən sonra tərcüməni tapırsınız. Dear Jessica, thank you for applying for the job as a lawyer. Əziz Jessica, hüquqşünas işi üçün müraciət elədiyiniz üçün sizə təşəkkür edirik. We would like to invite you for an interview at 11 a.m. on Thursday, September 21st at our office. Biz istərdik ki, sizi sentyabrın 21-i 4-cü gün saat 11-də, səhər 11-də öz ofisimizə müsahibəyə dəvət edək. You will meet with the head of our company, Emily White, and the interview will last for about 45 minutes. Siz intervyuda bizim şirkətin rəhbəri Emily White-la görüşəcəksiniz və bu intervyu, bu müsahibə təxminən 45 dəqiqə davam edəcək. If you have any question or wish to change the interview date, please ring or email me by September 12th. Əgər sizin hansı bir sualınız olarsa və yaxud da müsahibə vaxtını dəyişmək istəyərsinizsə, zəhmət olmasa mənə zəng vurun ya da e-mail göndərin sentyabrın 12-sinə qədər. Görürsünüz, əgər intervyunun vaxtını dəyişmək istəyirsə, mənə zəng vurun. Bizdə adətən belə şeylər olmur, intervyunun vaxtını dəyişmək olmur. Amma bunların ölkəsində olur. Best regards, hörmətlə Sophia Harris, HR assistant. Hörmətlə Sophia Harris, insan resursları köməkçisi, müdürünün köməkçisi. A bəndinə baxırıq. The job interview will last less than half an hour. Deyir ki, iş müsahibəsi yarım saatdan az çəkəcək. Yox, təxminən 45 dəqiqə deyirdi. Emily White will meet with Sophia Harris if Jessica changes the interview date. Əgər Jessica intervyunun vaxtını dəyişsə, Emily White Sophia Harris-lə görüşəcək. Yox, burada olmadı, bu da düz deyildi. Jessica applied for the job as a head of the company. Yox, şirkətin rəhbəri
kimi müraciət eləməmişdi ki, o lawyer, hüquqşünas kimi müraciət eləmişdi. If Jessica has any questions, she will not be able to phone or email HR assistant. Yox. Digər əgər Jessica-nın sualı olsa, o zəng vurmayacaq ya da e-mail eləməyəcək, e-mail atmayacaq bu HR-a, insan resursları mütəxəssisinə. Yox, belə də deyildi. Bu axırıncı cümlə idi. O eləyə bilərdi bunu. Jessica is invited to the interview on September 21st. Mətnə baxırıq. Bəli, Jessica intervyuya 21 sentyabrda dəvət olunmuşdu. Bəli, doğrudur. Burada da 6-da da Y bəndi olacaq. 7-yə baxırıq. Hi Jane. Salam Jane. You are invited to my birthday party. Sən mənim ad günümə dəvət olunursan. Passive voice olan cümlə. It will be on Thursday at 3 p.m. at my house. Bu yəni parti olacaq Saturday'də 6-cı gün günorta 3-də mənim evimdə olacaq. You have to wear a special costume for the birthday party. Sən bu ad günü tədbiri üçün xüsusi bir kostyum geyməlisən. See you soon. Tezliklə görüşərik. Kindly Clara. Hörmətlə Clara. A bəndində Clara will celebrate her birthday alone. Yox, Clara öz ad gününü tək qeyd eləyəcək. Yox, Clara Jane-i dəvət eləyirdi məktubda. The birthday party will be held in the restaurant. Yox, restoranda keçirilməyəcək. O, Clara'nın evində keçiriləcək. The visitors should wear official dress for the birthday. Ora gələn qonaqlar rəsmi geyinməli idilər deyir. Yox, onlar special, xüsusi kostyum geyinməli idilər. Yəni özəl. Özəl yəni necə? Kostyum partisi idi bu. Jane should wear a specific dress for the birthday. Bəli, specific ya da special bunlar sinonimdir. Jane xüsusi bir kostyum geyməli idi. D bəndi düzdür. Y-də isə Jane can participate at the party on Monday. No, on Monday deyil. Bu on Saturday idi bu. Düzgün cavab olur D variantı. Yenə reading var. Read the passage and fulfill the task 8-12. Deməli, mətn oxuyun və 8-dən 12-yə qədər olan tapşırıqları yerinə yetirin. Baxaq. Lake Aral or the Aral Sea is situated in Central Asia. Aral gölü Mərkəzi Asiyada yerləşir. The name of the sea means Sea of Islands because of the many islands in it. Bu dənizin adının mənası adalar dənizi deməkdir. Çünki onun içində, yəni çünki onun içində çoxlu adalar var idi. The Aral Sea has two main sources of water. The Amu Darya and Sırdarya rivers. Aral dənizinin əsas iki su mənbəyi var. Yəni ora gələn əsas iki su mənbəyi onlar hansılardır? Amu Darya çayıdır və Sırdarya çayıdır. Burada fikir verirsiniz, Amu Daryanın qabağına Z artikel qoyulub, Sırdaryanın isə qabağına artikel qoyulmayıb. Çünki ən dambalığın iki çay adı var. Birinə Z qoyanda ikinciyə ehtiyac yoxdur. It has cold winters and hot summers. Onun, yəni bu Aral dənizinin qışı soyuq, yayı isti olur. The area gets very little rainfall. Həmin əraziyə isə çox az yağış düşür. İkinci hissədə The Aral Sea was once the fourth largest lake in the world. Bir vaxtlar Aral dənizi dünyanın 4-cü ən böyük gölü idi. However, the sea started to disappear in 1960s as most of the river water which ran to the Aral Sea was used for watering cotton fields before it reached the sea. Amma 1960-cı illərdə dəniz yavaş-yavaş yoxa çıxmağa başladı. Çünki ora gələn çayların əksəriyyəti pambıq tarlalarını sulamaq üçün istifadə olundu. Elə onlar o çaylar dənizə çatmamış artıq istifadə olunurdu, yönləndirilirdi pambıq tarlalarına. So, beləliklə, the direction of these rivers changed. Beləliklə, bu çayların istiqaməti dəyişildi. At the end of 90s, 1900'ların sonunda, the sea lost so much water that three different parts of the sea were formed. 1900-cü illərin sonlarında artıq orada o qədər su yoxa çıxdı ki, o qədər su itirdi ki bu göl.
Artıq onun 3 müxtəlif hissəsi yaranmışdı. Belə deyilir burada. Üçüncü, the changes to the RLC are a serious danger for the environment and human health. Aral dənizindəki dəyişikliklər ətraf mühit üçün və insan sağlamlığı üçün ciddi təhlükədir. In the past, the Aral Sea had plenty of fish and sea products. Keçmişdə Aral dənizində çoxlu balıq və dəniz məhsulları olardı. Now, freshwater sources are reduced and health problems have appeared. Amma indi təmiz içməli su ehtiyatları azalıb və sağlamlıq problemləri çoxalıb. The fishing business in the area is destroyed. Balıqçılıq biznesi isə tamamilə məhv olubdur həmin ərazidə. Today, only 10% of the sea exists. Bugünümüzdə isə dənizin yalnız 10% mövcuddur and it will get dry in future. Və bu hissədə gələcəkdə quruyacaq. Mətni oxuduq, indi baxaq suallara. 8-də. What is the passage mainly about? Mətn nə haqqında idi? A-da, the island surrounded by the Aral Sea. Aral dənizi ilə əhatə olunmuş adalar? Yox. Fish and other sea products. Balıq və digər dəniz məhsulları? Yox. The sea in danger of disappearing. Bəli, təhlükədə, yoxa çıxmaq təhlükəsində olan dəniz barədə idi. Bəli, Aral barədə idi. The climate of the Aral Sea deyildi, iqlim barədə deyildi. The rivers watering cotton fields. Pambıq tarlalarını sulayan çaylar, yox bu da deyildi, düzgün cavab C olacaq. 9-da. Choose the false statement according to the passage. Mətnə əsasən yanlış cümləni seçin. Today, the Aral Sea is one of the world's largest lakes. Bugünümüzdə Aral dənizi dünyanın ən böyük göllərindən biridir. Xeyr, o qurumaqdadır, 10% mövcuddur artıq onun, bu səhvdir. Hələ deyəsən budur cavab, çünki səhvi soruşur bizdən B-də. The name of the Aral Sea is connected with islands. Bəli, Aral dənizinin adı adalarla əlaqəlidir. Bəli, elə ilk cümləsi o idi mətndə. Very little rain falls on the Aral Sea. Bəli, çox az yağış düşür. Bəli, bunu oxumuşduq biz bu məlumatı. There are a lot of islands in the Aral Sea. Bəli, çoxlu adalar var idi Aral dənizində. Bu da elə ilk məlumatlardan idi oxuduğumuz. The Aral Sea started to disappear in the second half of the 20th century. 20-ci əsrin ikinci hissəsində artıq yoxa çıxmağa başladı. Bəli, 1960-larda yoxa çıxmağa başladı. Bu da elə 20-ci əsrin ikinci yarısı eləyir. Deməli, false statement, səhv cümlə 9-da A bəndi olacaq. Ona baxırıq. Complete the sentence according to the passage. Mətnə uyğun cümləni tamamlayırıq. The Aral Sea received water from two main water resources. Aral dənizi deməli suyu əsas iki su mənbəyindən alır. Belə idi bu. O birinə baxaq. Is now used for fishing industry. Yox, bu deyildi. İndi balıqçılıq sənayesi üçün istifadə olunmur. Gained a lot of water at the end. Yox. 1900-lərin sonunda çoxlu su qazandı. Yox, su itirdi end of sonunda 900-lərin. Has warm winters and cool summers. Tərsinə idi. Cold winters, hot summers idi. Yəni isti qış, isti yay, soyuq qış idi orada. Y-də isə is full of fresh water resources. Yox, axırıncı cümlələr idi bu. Full of içməli su ehtiyatları çox azdır. Deməli, cümləni belə tamamlayırıq. Biri A bəndi ilə The Aral Sea receives water from two main water resources. İki əsas su mənbəyindən götürür suyu. O da Amu dərya, Sır dərya idi. Onda A variantı. 11-ə baxırıq. Choose a correct answer to the question according to the passage. Suala düzgün cavab tapmalıyıq mətnə uyğun. What was the purpose of changing direction of the rivers running to the Aral Sea? Aral dənizinə axan çaylarının məqsədinin mənbəyini, yəni o Aral dənizinə axan çayların istiqamətini dəyişməkdə məqsəd nə idi? A-ya baxırıq. To draw tourist attention. Turistlərin diqqətini çəkmək üçün idi. Xeyr. To find new water sources. Yeni su mənbələri tapmaq üçün deyildi. To water cotton fields. Bəli, pambıq tarlalarını sulamaq üçün idi. 11-də C variantıdır. D-nə Y-də baxaq.
To develop the fishing business, balıqçılıq biznesini inkişaf etdirmək deyildi. To reduce the water of the Aral dənizi suyunu azaltmaq qətiyyən 11-də C olacaq. 12. Which statements are true according to the passage? Mətnə uyğun hansı cümlələr düzdür? As the Aral Sea dries, it becomes a danger for the environment. Aral dənizi quruduğuna görə bu ətraf mühit üçün problemdir. Bu doğrudur. 2-də three parts were formed on the Aral Sea because of heavy rainfall. Çox yağış düşdüyünə görə 3 dənə hissəsi onun yaranıb orada. Yox, bu səhv məlumatdır. Yağış düşmür ora. Deməli, 1 düzdür, 2 səhvdir. 3-ə baxırıq. Today only a little part of the Aral Sea exists. Bəli. Bu günümüzdə Aral dənizinin çox kiçik bir hissəsi qalıbdı. O da 10%, 10% idi. 1-3 düzdür. The level of the water in the Aral will rise, no, will go down, will fall, düşəcək. Rise olmayacaq, qalxmayacaq, düşəcək in the future. Deməli, 1-3 doğrudur. 13-ə baxırıq. Match the word to their definition. Buradan deyəsən keçirik. Readinglər qutarır burada. Match the word to their definition. Sözləri mənalarını uyğunlaşdırırıq. Exhibition bilirik ki, sərgidir. Desert, səhra. Desire isə arzu, arzu etmək. Exhibition baxaq hansıdır? C bəndinə baxın. A public show of art or other things. İncəsənəti və yaxud digər bir şeylərin ictimai şəkildə nümayişi. Bu olur sərgi. Deməli, 1-ə C variantı olacaq. 2-yə baxın, desert. Desert şirniyyatdır burada. Sweet food eaten at the end of the meal. Yeməyin sonunda yeyilən şirin qida. Desert. Səhra. Səhra deyilir. Yenə səhra dedim buna. Şirniyyat. Desert. Şirniyyat. Deməli, bu yeməyin sonunda yeyilən, bu bizdə yoxdur bu. Bizdə yeməyin sonunda Azərbaycanda yeyilmədiyinə görə, bu da biraz maraqlı məlumatdır. Türkiyədə isə var bu. Üçüncü isə exhibition, desire. A strong wish to have or to do something. Bəli, bir şeyə sahib olmaq üçün. Bir şey əldə etmək üçün, bir şey etmək üçün böyük arzu. Deməli, oldu. Exhibition 1-ə C, desire oldu 2A, 1C, 2A, bu da deyəsən D bəndi olur. Bəli, bu da D bəndinə düz gələcək. Desert də şirniyyat. Belə. Bu da oldu D variantı. Bəli. 14-ə baxırıq. Which words means the person who is a head of a school? Hansı sözün mənası məktəbin rəhbəri deməkdir? Elə bu A bəndi principal, direktordur, məktəb direktoru. B-də spy. Bu spy kəşfiyyatçı. Sonra hairdresser, saç ustası. Saç ustası da bəli. Lawyer, hüquqşünas, and operator isə operator, iş icraçısı. Deməli, 14-də A bəndi olacaq. 15. Choose a correct option. Düzgün variantı seçirik. You a lot of money in the market last month. Deməli, zaman qaydasına uyğun testi. Cümlədə last var, keçən. Bu past simple'ın göstəricisidir. Past simple hardadır? D bənddə. Did you spend a lot of money in the market last month? Keçən ay marketdə çox pul xərclədin. 15-də D variantı olacaq. Göstəriciyə baxıb zamanı tapırıq. Çünki o birilər başqadır. A-da present continuous'dur, B-də future simple, C-də present perfect, Y-də isə present simple. Göstəriciyə görə past simple seçirik. 16. Choose a correct option. Düzgün variantı seçirik. I like trousers, but I don't like color. Pronoun qaydası, demonstrative pronouns, işarə vəzikləri, bir də possessivlər var. I like, deməli A bəndi olmaz, çünki trousers cəmdədir, this qoymaq olmaz. Buna görə A bəndidir və Y bəndidir, burada çıxırıq. Çünki these və those-dan sonra cəmsim gələr, məsələn, B-də, C-də və D olar birinci tərəfə görə. Amma I don't like color. Görürüz, boşdan sonra isim gəlib. Nədən sonra isim olacaqdır?
B-ni çıxırıq, çünki o it apostrofsu, o it is deməkdir. Cümlədə bir dənə feil var, I don't like. İkinci feilə ehtiyac yoxdur ki, ora it is olsun. Bir dənə feil olmalıdır orada. Həm də rəng isimdə orada özündən sonra isim tələb edən bir pronoun qoymaq lazımdır. O C ilə D-də var. There'dan da sonra isim gələcək, it's-dən də sonra isim gələcək. Aha, burada hansı olacaq? Bura qoyacağınız əvəzlik trousersin əvəz eləməlidir. Çünki deyir, mən şalvarı xoşlayıram, amma onun rəngini xoşlamıram. Onun, yəni şalvarın. Şalvar da həmişə cəm olduğuna görə onu cəm pronounla əvəz eləyə bilərsiniz. Cəm pronoun da C bəndindədir. I like these trousers. Bu şalvarı xoşlayıram, but I don't like their color. Amma onun rəngini xoşlamıram. Deməli, 16-da düzgün cavab C olacaq. 17-yə baxırıq. Choose the correct words with the opposite meaning. Əks mənalı sözləri tapırıq. To enter, daxil olmaq, visit, səfər etmək. To begin, başlamaq, start, başlamaq. Bunlar sinonim oldu. To agree, razılaşmaq, accept, qəbul etmək. Bu da qalsın. See, görmək, hear, eşitmək. 7 isə forget, unutmaq, remember, xatırlamaq. 17-də düzgün variant Y olacaq. 18-ə baxırıq. Choose a correct conjunction. Düzgün bağlayıcını seçirik. Aha, deməli, burada baxan kimi çıxarıq B variantını. Çünki both or deyə bir variant, daha doğrusu bir conjunction yoxdur. Both and var. Həm də deməkdir. C-ni çıxırıq. Not only təkcə olmur o. Not only but also-la bir yerdə işlənir. C-ni də ona görə çıxa bilərik. Bir də Y variantını da çıxarıq burada. Neither or deyə bir şey yoxdur. Elə bir bağlayıcı yoxdur. D-ni də çıxarıq. Is a nor deyə bir bağlayıcı yoxdur. O da is a ordur. Və burada A variantı qalır. Neither the post office nor the bank was open. Nə poçt ya da bank açıq idi ya da açıq deyildi. Nə poçt ya da nə poçt, nə də bank açıq deyildi. A bəndi olacaq. Çünki o B, C, D, Y-də olduğu kimi bir conjunction yoxdur. 19-a baxırıq. Choose the correct option. Düzgün variantı seçirik. Bu subject verb agreement qaydasıdır. Mübtəda xəbər uzlaşması. The language courses approved by the Department of Education. Language courses cəmdə olduğuna görə A olar burada. 2, bir də were approved 5. 2 ilə 5 düzgün variant. Burada düzgün variant 2 ilə 5 yoxdur ki burada 2 ilə 5. The language courses dil kursları 2 ilə 5 burada heç nəsə səhv olub düşməyibdir. Burada variant 2 ilə 5-dir. Çünki language courses dil kursları approved by the Department of Education. Təhsil departamenti tərəfindən qəbul edildi. Variantları yazanda mən yəqin ki o 2-5-i orada nəzərdən qaçırmışam. 2 ilə 5 olacaq. Çünki language courses mübtədanın cəmdədirsə, xəbərin də cəmdə olacaq. Yəni orada 1, 3 və 4 olmaz. Çünki is approved olmayacaq, was approved olmayacaq. Yəni burada language-a baxmırıq. 2 isim yanaşı gələndə biz sonuncuya baxırıq. Courses cəmdədir. Ya orada courses təkdə olmalı idi, ya da ki 2 ilə 5-dir düzgün cavab bu testə görə. Sadəcə mən onu köçürəndə yəqin ki 2 ilə 5-i orada ötürmüşəm. 19-da düzgün variant, deməli language courses cəmdədirsə, biz orada götürürük 2 və 5-i. Məndə onun digər variantı var. İndi mən ona baxacağam kompüterdə. Elə bu testi izah eləyə onu deyəcəm sizə əslində test necə idi. 20-yə baxırıq. Choose a correct passive voice version of the sentence. Düzgün cümlənin düzgün passive voice variantını, yəni məchul növ variantını deməliyik. Someone stole his suitcase a few days ago. Kimsə onun çamadanını bir neçə gün əvvəl oğurladı. Kimsə onun çamadanını bir neçə gün əvvəl oğurladı. Deməli, burada olacaq. Birinci cümlənin zamanına baxırıq. Past simple-dır. Bizə nə lazımdır? Was, were lazımdır. Məsəl üçün B-ni çıxarıq. Is qoyubdur. Bir də C-də has qoyulubdur. Cümlə D-da olduğu kimi başlayanmaz. Active voice-daki cümləni passivə çevirəndə cümlə eyni başlaya bilmir. Someone-dan başlayanmır. A-la Y qalır. A-da isə was-la been yanaşı gəlib. Öyle şey yoxdur. O quruluş səhvdir. Ona görə də Y variantı düzdür. Deməli, bir dənə biz qaydaq o 19-cu isə language
courses approved by the Department of Education. Orada deməli düzgün variant deməli mən orada texniki bir səhv eləmişəm köçürəndə. Orada 5-ci variant heç imtahanda düşməmişdi. Orada var idi 1-də is, 2-də are, 3-də were idi, 4-də isə was idi. Belə deyək də, heç orada is being deyə bir variant yoxdur. Is being yoxdur orada. Belə deyək ki, is var, are var, was var və were var imtahanda. Düşən sualda mən köçürəndə bir texniki səhv etmişəm. Deməli, ona görə də biz cəmləri götürürük. Cəmləri götürəndə də are-la were olacaq orada təbii ki. Are-la were olacaq. Səbəbi də deyirik, mübtədamız cəmdədir. Language courses. Əgər language ilə course-un arasında of olsaydı, biz gərək language-a baxardıq. Of yoxdursa course-a baxırıq. İmtahan sualında da is being yoxdur. Are-la were-ü düzgün cavab kimi götürürük burada. 21-ə baxırıq. Bu önə getdi. Qaydaq. 21-ci test. Choose a correct option. Düzgün variantı seçirik. I met old friend in the street while I was on my way home. Evə gedərkən köhnə dostumla qarşılaşdım. Article qaydasıdır. I met a friend, old friend. Görürsünüz orada friend sayıla bilən tək isim, onun qabağında bir təyin edici olmalıdır. I met an old friend olacaq. Çünki old side səslə başlayır. Burada D ilə Y variantı qalır. Street də bilirsiniz ki, Z article-la işlənir. Streetlərdə adı olsaydı article-sız olur, amma streetin adı yoxdursa Z article-ını qoymaq lazımdır. I met an old friend in the street while I was on my way home. 21-də D variant. 22-yə baxırıq. Choose a correct option. Mike laid the bed as soon as he got home. Evə çatan kimi çarpayıda uzandı. Mike laid, məsələn, for üçün from, dandan, of-ın in şəkilçisi with ilədir. Bu da on olar da. Mike laid on the bed. Onun üzərində, yəni çarpayın üzərində uzandı. Evə çatan kimi 22-də Y variantı olacaq. 23-ə baxaq. Choose a correct option. Düzgün variant seçirik. Bu gördüyümüz kimi bu qayda disjunctive question, tag question ya da tail question qaydasına uyğundur. Deer have long legs. Maralların uzun ayaqları var. Deməli, bunu necə eləyirdik? Birinci cümləyə general question necə verəcəyik? Nə ilə verməliyik general question-a? Onu tapmalıyıq. Bu cümlənin general question-a veriləcək do-la. Çünki deer orada cəmdədir. Ona görə o have-dir, xəbərimiz cəmdədir. Əgər deer təkdə olsaydı, orada has olmalı idi. Və deer'ində bir article olardı. Deer bilirik ki, cəm şəkilçisi qəbul eləmir, təki cəmi eyni olur. Onun cəm olduğunun qabağındakı artiklın olub-olmamasına ya da xəbərin tək və ya cəm olub-olmadığına görə təyin edirik. Burada xəbər də cəmdədir, have-dir. Deməli, biz bunun sualını do-la verəcəyik. Have-də present-də, simple-də olduğuna görə. Və sualı belə olur da, bu general question-a. Do deer have long legs? Deməli, general question do-la veririk deyənə. Disjunctive question-da başını do-la başlamalıyıq. Və disjunctive question qaydasına görə cümlənin birinci tərəfi təsdiqlədirsə, bu tərəf inkarda olmalıdır. Yəni bizə don't lazımdır. A-la Y variantı don't var. Sonra da mübtədanın əvəzliyini qoyacaq. Mübtədamız nədir? Deer. Görürsünüz cəmdədir. Cəmdədirsə onun əvəzliyi nə olacaq? Z olacaq. Yəni marallar, nə onlar? Belə sual verəndə olur don't they. 23-də D variantı olacaq. 24-ə baxırıq. Choose a correct modal verb. Düzgün modal feili seçirik. I don't think you to read the whole novel in 2 weeks. Düşünmürəm ki, bütün bu əsəri, novellanı 2 həftədə oxuya bilərsən. A bəndində will not be able to olmalı idi. A səhvdir. B-də have to-nun inkarı ilə düzəlmir. Don't have to-la düzəlir. C variantda should-dan sonra, modal feildən sonra to olmur. D-də will be able to D qalsın. Y-də isə will be-si yoxdur deyə biz düzgün variant D-ni götürürük. 25-də. Which pairs are synonyms? Hansı cütlər sinonimdilər? Correct, düzgün, true.
Doğru. Deməli bu bir sinonimdir. 2 empty, boş, crowded, basabas, izdihamlı, dolu. Bunlar antonimdir. Deməli biri götürürük. Different, müxtəlif, same, eyni bunu da götürmürük biz. Elegant, elegant, nəcib, incə, attractive, cazibədar. Bunlar da sinonimdir. Deməli 1 ilə 4-ü sinonim kimi götürə bilərik. Aha, axırıncı sual. Fulfill the task number 26 in the answer sheets. Look at the pictures, make up a story according to the pictures in the given order. Write at least 35 words. Şəkillərə baxın və hekayə qurun şəkillər ardıcıllığına görə və ən azı 35 dənə söz yazın. Yazaq. Deməli şəkildə gördüyümüzə uyğun. One day Tom went to the zoo with his family. With his father, mother and little sister. When they entered the zoo, first they saw 2 monkeys in the tree. The monkeys were jumping from one branch to another. They were very excited. Tom and his family were happy when they see these monkeys. Then they continued walking around the zoo and they saw daha doğrusu tortoise walking on the grass. Mother was very excited because she first time saw a tortoise walking, and her daughter also was very excited. So they were very happy because during this trip, Tom saw many animals that he didn't see before in his life. Bu şəkildə şəklə uyğun bir mətn qura bilirik. Şəkildə nə görürsünüzsə ardıcıl qururuq. Zamanlara diqqət edirik. Zamanların şəkildə ardıcıl cümlələr qurulmalıdır. Birinci 1, sonra 2, sonra 3 və zamanları çalışmalısınız ki, eyni olsun. Bir cümlə indiki zaman, biri keçmişdə olmasın. Ardıcıllıq qurulmalıdır. Əsasən past simple-da versəz bütün zamanları daha yaxşı olar. Və cümlə keçidlərinə diqqət etməlisiniz. Sadə cümlələrdən istifadə edərək əsas odur ki, sözlər düz yazılsın, cümlədə mübtəda, xəbər öz yerlərində olsunlar. Bu qədər. Təşəkkür edirəm. Sizə imtahanda uğurlar arzu edirəm. Sağ olun.